Cari ilin 6 ay ərzində 2254 müəssisədə 2586 yoxlama keçirilib və 1963 müəssisədə uyğunsuzluq müəyyən edilib. Bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin 2026-cı ilin ilk 6 ay üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında Aktanın sədr müavini Əli Nəbiyev dövlət nəzarəti və daxili bazarın sağlamlaşdırılması istiqamətində çıxışı zamanı deyib. Ciddi nöqsanlar aşkar edilən 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılmış, nöqsanları aradan qaldırılan 95 müəssisə üzrə isə fəaliyyət bərpa olunmuşdur. Uyğunsuzluq aşkarlanan 1600 ton, 450 min litr və 130 min ədəd məhsul məhv edilmiş, 430 ton məhsul utilizasiya olunmuşdur. Eyni zamanda keçirilən reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30 tondan çox və o cümlədən 430 kiloqramdan çox at əti aşkarlanaraq məhv edilmişdir. Əli Nəbiyev onu da bildirdi ki, ölkə üzrə 390 ümumi təhsil məktəbində monitorinq aparılıb, 263-də normativ tələblərin pozulduğu aşkar edilib. Belə ki, burada yararlılıq müddəti bitmiş və ya satışı qadağan edilən məhsullar məktəb bufetlərindən kənarlaşdırılıb, 2 məktəb bufetinin isə fəaliyyəti məhdudlaşdırılıb. Bundan əlavə, sədr müavini bazarlarda etiketsiz satılan məhsullarla bağlı da görülən tədbirləri diqqətə çatdırıb. Bu etiket məlumatların məhsulların üzərinə olan qablaşdırılması üzərinə yerləşdirməklə məhsulların mənşəyi barədə və onların istehsalçısı barədə ətraflı məlumat əldə edə biləcəyik ki, nəticədə həm sanitar və gigiyenik tələblərə cavab verən qablaşdırma materialları, həm də həmin məhsullarının mənşəyi barədə də istehlakçılar daha məlumatlı olacaqlar. Aparılan nəzarət tədbirləri zamanı bir sıra sosial şəbəkə platformalarında şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilmiş və ya poçt vasitəsilə sifariş olunmuş qida məhsullarının qanunsuz şəkildə satışa çıxarıldığı məlum olub. Adı çəkilən məsələyə toxunan Aktanın Qida Təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıqova çıxışında qeyd etdi ki, belə məhsulların hətta idman zallarında və idman mallarının satışı ilə məşğul olan mağazalarda da satıldığı hallara rast gəlinir. Bunların içində insan sağlamlığı üçün çox ciddi təhlükələr ehtiva edən sibutramin maddəsi aşkarlanmışdır. Bu təhlükəsinin sübut olunması səbəbilə hətta dərman maddələrinin, dərman vasitələrinin də tərkibində istifadə olunmasına yol verilmir. Daha sonra kişilər üçün nəzərdə tutulan macunlar, yenə təbii bitki qarışımı adı altında təqdim olunan, daha sonra şokolad məhsullarında da çox təhlükəli olan, qəflətli ürək tutmaları, insult, infarkt riskinə səbəb ola biləcək sildenafil maddəsi aşkarlanmışdır. İctimai sağlamlıq məsələsinə təsir edə biləcək hallardan biri də gənclər, xüsusilə də yeniyetmələr arasında energetik içkilərin istehlakının sürətli artmasıdır. Elə məsələnin aktuallığına toxunan Validə Sadıqova qeyd etdi ki, bununla əlaqədar agentlik tərəfindən bazarda monitorinq aparılıb, ölkəyə idxal olunan bütün energetik içkilərdən, eləcə də yerli istehsal və idxal olunan müxtəlif alkoqolsuz içkilərdən nümunələr götürülüb. Nümunələrin etiket məlumatları təhlil edilib və laborator müayinələri həyata keçirilib. Bildiyiniz kimi energetik içkilər tərkibində yüksək miqdarlarda kafein və insanın mərkəzi sinir sisteminin oyacılığını artıran stimulatorlar ehtiva edə bilər. Məhz bu səbəbdən 18 yaşa dək çatmayan şəxslərə bunların satışı qanunla qadağandır. Həmçinin 18 yaşdan böyük şəxslərdə də əgər ürək, böyrək, qaraciyər, yüksək arterial təzyiq, hipertenziya, şəkərli diabet kimi hallar varsa, qətiyyən istehlakı tövsiyə olunmur. Hətta sağlam şəxslərdə belə gün ərzində 500 ml-dən artıq istehlakı tövsiyə olunmur. Bu xəbərdarlıqlar qanunvericiliklə energetik içkilərin etiketlərində göstərilməsi məcburi olan xəbərdarlıqlardır. Akt rəsmisi son günlərdə sosial mediada müzakirə predmetinə çevrilən palma yağının istifadəsi ilə bağlı məsələyə də aydınlıq gətirib. Palma yağında nə təhlükə ola bilər? Bütün bitki yağları, o cümlədən palma yağı, kimyəvi və rafinasiya zamanı, yəni təmizlənməsi zamanı yüksək temperatura məruz qalarkən, termiki emala məruz qalarkən, onun tərkibində emal çirkləndiricisi adlandırdığımız 2 riskli kimyəvi maddə yarana bilər, emal çirkləndiricisi yarana bilər. Elə məhz dövlət nəzarəti də bundan ötəridir ki, həmin məhsulların emalı zamanı məhsulun təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməsi təmin edilsin.
Bununla yanaşı Akta rəsmisi Əli Nəbiyev ithal və ixrac prosesləri ilə bağlı da məsələyə diqqət çəkdi. Onun sözlərinə görə proses avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sistemi vasitəsilə tam rəqəmsallaşdırılıb. Bugün Azərbaycan 70-dən çox ölkəyə məhsul ixrac edir. Çıxışlarda həmçinin diqqətə çatdırıldı ki, 6 ay ərzində 11 heyvan bazarı yenidən qurmadan sonra istifadəyə verilib. Hazırda ölkə üzrə 14 heyvan bazarının fəaliyyəti bərpa edilib. Bu yaxınlarda Xaçmaz heyvan bazarı fəaliyyətə başlayacaq. Zeynəb Müzəffərli, Azər Qariyev, Real.